Respublikanın xalq artisti, hörmətli xanəndəmiz Hacı Can Əlini səhnəyə dəvət edir. Hörmətli ağsaqqallar, sənət biliciləri, sənətsevər ziyalılarımız, hörmətli Vasif müəllim. Mən ilk öncə Azərbaycan xanəndələri adından və sizin adınızdan hörmətli yazıcı dramaturqumuz Hacı Nahid Hacızadə cənablarına təşəkkürümü bildirirəm. Ona görə ki, o böyük bir zəhmət bahasına Zülfü bəy haqqında nəfis tərtibatlı bir kitab bizim vətəndaşlar ixtiyarımıza vermişdir. Və o kitabda Zülfü bəy haqqında azacıq da olsa sənətdən bir azmaz başı çıxan bir insan kimi o kitabda mənim də uşaqlıq xatirələrim var. Niyə sözümü buradan başladım? Atam ki xanəndə idi, bizim evdə köhnə quruluşlu qramofon vardı, purjenli. Bizim evdə mən uşaq idim, oxuyurdum Zülfü Adıgözəlov, Xan Şuşinski, Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, 4 bizə val vardı. Sonralar elə oldu ki, 54-cü ildə ilk dəfə olaraq Zülfü bəyi mən yaxından görmüşəm. Bizim kəndimizə konsertə gəlmişdi, atamla onun ziyarətinə getdik, gecə kəndimizdə qaldı. Atamla onun çox dəqiq münasibəti mənim gözümün qabağındadır. Zülfü bəyi 6-7 ilə yaxından görmüşəm. Sonra məhdudlaşdı, görə bilmədim. Mən Bakıya gələn ildə o dünyasını dəyişdi. Zülfü bəyin sənəti haqqında, şəxsiyyəti haqqında çox danışıldı, çox danışılacaq, çox tədqiqatlar aparılacaq. Amma onun Mahurindi muğamı tərkibində oxuduğu Şikəstəyi Fars, onun Rast muğamının tərkibində oxuduğu Vilayəti Dilkeş şöbələri, bu iki məsələ çox böyük tədqiqatlar aparılmalıdır ki, bunlar izah olunsun və mən böyük məmnuniyyətlə, əgər ixtiyar sahibi olsaydım, hər iki şöbə üçün bugünkü yaş bölümünə bölərdim, xanəndələr arasında müsabiqə elan edərdim. Görək, hansı həmin Şikəstəyi Farsı və həmin Vilayəti Dilkeşi Zülfü oxuduğu qəlibdə oxuya bilir. Zülfü Adıgözəlov sənət etalonu idi. Zülfü Adıgözəlov muğamlarımızın bədii tərtibatını, onun dramaturgiyasını mühafizə eləyən, hifz eləyən sənətçimiz olub. Zülfü Adıgözəlov muğamlarımıza heç bir əllaməçilik, heç bir illüziya yol vermədən əsrlərdən boyu eşitdiyi muğamları vicdanla bizə çatdırmışdır. Ey geyib gülgün dəmadəm əzmi cəvlan eyləyən, ey geyib gülgün dəmadəm əzmi cəvlan eyləyən, hər tərəf cəvlan edib döndükcə yüzqan eyləyən. Ey mənim məhrum edib bəzmi vüsalından müdam, mey içib əğyar ilə seyr gülistan eyləyən. Ey dəmadəm, ey dəmadəm, rəşk tirilə mənim qanım töküb, mey içib əğyar ilə seyr gülistan eyləyən. Bunca kim əfqanımı eymə, eşitdin gecələr, demədim bir gecə kimdir, bunca əfqan eyləyən. Ay aman, ay aman, ay aman, ay aman.
Ger cemiyet hatirden olsam naümid Cem olur mu hubiler zülfü perişan eyleyen ay canım Yar dün çekmiştin Qəsdim qəsdinə tiği cəfaya Yaman yaman Yar dün çekmiştin Qəsdim qəsdinə tiği cəfaya Yetməsin məqsudinə Yara pəşiman eyleyen Derdi hicranla tavan etmiş Füzuli xəstəni Yok mudur yâre Devayı derdi hicran eyleyen Aman aman Yarım aman 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 Ey dağır dağır yaman Mani davriye Mani